Salam dəyərli izləyicilər. Bu günləri mən Taobao-dan məhsullarım gəlib, onu gedəcəyik götürməyə. İnanıram ki, sizlər üçün maraqlı və gözəl bir video olacaq. Yol boyu sizlərlə birlikdə gedəcəyik. Deməli biz AsiaShop-un yerləşdiyi məntəqəyə nəzərinizə çatdırım ki, yəni məhsulum ora gəlib, Nərimanovdan gedib götürəcəyik birlikdə. İndi isə nə edirik? Hazırlaşmışıq, çıxırıq, getdik. Dostlar, azadlıqdayam indi. Piyada gedəcəm. Hardasa 2 kilometr yarımlıq yolum var. Marşrutla da gedə bilərdim. Nə bilim, metro ilə də gedə bilərdim, amma istədim ki, biraz yürüyüş eləyim. Çoxdan da gəzmirəm. Və ona görə də dedim piyada gedim də. Yəni düzdür, hava biraz istidir. Saat hardasa 4-dür də belə. 4-ə qalıb. İndi gedək. Hardasa baxdım 2 kilometr yarım yolum var. Bu da hardasa 15 dəqiqə falan eləyəcək böyük ehtimal ki. Şimdi keçək gedək. Məhsulu alacağım, sonra böyük ehtimal keçəcəm, nəsə yeyəcəm. Çünki günorta yeməyi yeməmişəm, acam. Görün bir yer tapıb oturacam hardasa yemək yeməyə. Hardasa baxdım 1,8 kilometr göstərir. Təxmini 700 metr deməli hərəkət eləmişik və 1,8 kilometr qalıbdır. İndi gedim. Həqiqətən çox istidir. Tez-tez gedirəm ki, birdən gecikərəm, çatmaram. Ona görə çox çəkiliş eləyə bilmirəm. Hava da istidir deyə. Vəbşi bir tərəfdən sıxılıram. Və çoxdan da çöldə də çəkiliş eləmirəm deyənə. Biraz istər-istəməz kompleks yaranıb. Ona görə çalışıram ki, bu komplekslərimi insanların yanında yenə bilim. Axırıncı dəfə deməli Sabunçuda çəkiliş eləmişdim. Bit bazarı videomuzda. Ondan sonra yəni çöldə belə çəkiliş eləməmişəm də çox. Amma yenə də hər şeyə rəğmən biz komplekslərimizi yenəcəyik. Keçək indi piyada keçidini. Maşın zat vurmamış. Hə. Piyada keçidini keçdim. Bir dənə istiyə baxın dostlar. Hələ axşam tərəfidir. Baxdım bayaq 28 dərəcə göstərirdi. İndi bilmirəm, yəqin aşağı düşər axşam tərəfidir deyə. Mənə də maraqlıdır ki, Taobao-dan məhsulumuz necə çıxacaq, həqiqətən ona görə belə qan tərin içində qaçıram ki, bircə o məhsulu götürüm. Və nəzərinizə çatdırım ki, dostlar, 15% endirim hal-hazırda Taobao-da mövcuddur. Yəni, sifariş etmək istəsəz, həqiqətən bu aralar sifariş edin ki, çünki 15% endirim gəlibdir. Ən son məlumat belədir, yəni dedim sizdə məlumatlandırım, xəbəriniz olsun. İndi gedək, yəqin ki 1 kilometr, 400 metr, 500 metr qalıb, az qalıb. Təxmini 15 dəqiqə, 15 dəqiqədən də az bir müddətə çataram inşallah. Az qalıb çatmağıma, biraz yolu çox uzatdım. Navigatorla gəlirdim, Google Maps-lə. O da mənə bütün dolandırdı başına, piyada şəkildə. Gedim, çatım, az qalıb da, hardasa 2-3 dəqiqə yolum qalıbdır. Ondan sonra artıq içəridə məhsul təflanında çəkilişimizə davam eləyəcəyik. Dostlar, liftlə qalxırıq yuxarı, 2-ci mərtəbəyə. Orada olacaq ofis böyük ehtimal. Məhsulu orada təflanında çəkilişə davam eləyəcəm. Salam, mənim bağlamam var idi. Aşağıdan yönləndirdilər ki, AsiaShop yuxarıdadır. Aha, sağ olun, xoş gəlmisiniz. Təşəkkür. Bağlamanız hardan idi? Taobao saytında. Aha, zəhmət olmasa izləmə kodunuzu deyə bilərsiniz. Bəli, bir dəqiqə gözləyin. Deməli, YG ilə başlayır. Sizə sonu lazımdır, yoxsa əvvəli? Son rəqəmlərini desəz kifayətdir. Yaxşı, 982 97 AZ. Aha, bəli. Əli Qasımzadə. Bəli, bəli, mənim adımadır. Bir saniyə gözləyin, zəhmət olmasa indi gəlir kartınız. Oldu, təşəkkür edirəm, gözləyim. Əli Qasımzadə idi. Bəli, bəli. Bir saniyə. Buyurun. Başqa nəyəsə ehtiyac var? Xeyr, ehtiyac yox. Çox sağ olun, təşəkkür edirəm. Buyurun. Deməli dostlar, məhsulumuzu təhvil aldıq. Gördüyünüz kimi AsiaShop-un belə klokundadır. Acımışam açığı.
3 kilometrdə yol yeridim. Enerjim tükəndi. İndi keçəcəm bir dənə yemək yeyim. Dostlar, sifarişimi verdim. İndi gözləyirəm. Hamısı bu 5-6 dəqiqə hazır olar. Dedim biraz söhbət eləyək. Dürüm dönər sifariş elədim. Mən də kola. Dedim hələlik atışdırım. Çox alacam. Dostlar, Tavodan sifarişim əslində çoxdan gəlibdi. Hardasa elə bir ayın 5-i sifariş verdim. Ayın 15-i, 16-sı уже gəlmişdi. May ayında yəni. Sadəcə işlərin çox olduğu üçün və başım qarışıq olduğu üçün gəlib təhvil ala bilmədim. Buna görə də gec götürmə səbəbim bu idi. Və ən azından keyfiyyətinə baxarıq ki, görək necə keyfiyyətdədir. Və siz də əgər sifariş etməmisinizsə, məni gözləyirsinizsə də, mən qutu eləyib, məhsula baxasınız və keyfiyyətini yoxlayaq birlikdə, ondan sonra sifariş edərsiniz. Həqiqətən də mən deyərdim ki, Temudan belə tez gəldi, yəni məhsul. Bu böyük bir üstünlükdür, avantajdır. İnanıram ki, yəni siz də sifariş versəz, sizinki də tez gələcək. Çünki mən bilən çatdırılma həftədə 2-3 dəfə olmalıdır. Və buna görə də məhsullar çox tez gəlir Temudan da. Hava biraz sərinlədi axşama doğru. Amma günorta gələndə həqiqətən çox isti idi. İndi yeməyim də gəlsin, yeməyi yeyək. Sonra gələcəm evə, evdə qutu açını yeyəcəm və bunu sizlərlə bölüşəcəm. Dostlar, yeməyim də gəldi. Həqiqətən çox acıqmışdım. Həm də susmuşdum. Bayaqdan gəldiyim yollarda düzəməli mağazin tapa bilmirdim deyə, yəni özümə adi bir su da ala bilmədim. Və buranı tapan kimi heç baxmadım haradır, necə yerdir. Girdim ki, bircə qarnımı doyuzdurum, bir də ki, su içim. Hə, belə çox yorucu gün oldu. Tezdən də tez durmuşdum. Normalda belə çox tez duran deyiləm. Amma bu gün tez durdum, çox işlərim var idi. İndi inşallah gələcək videolarımda həqiqətən səyahət videoları da çəkəcəm. Xarici ölkələrə getmək, oradakı alış-veriş saytları, gəzməli, görməli yerləri sizlərlə bölüşəcəm. İnanıram ki, sizin üçün də maraqlı və faydalı bir video olar. Bu dürüm dönərcədir. Baxın, belə bir şeydir. Yəni ki, görə bilirsiniz ya yox, lavaşın arasında. Dadı inanıram ki, yaxşı olar. Bir tişdə yanılmışam, amma çox belə dadına baxmamışam deyə bilmirəm. İndi yeyib qutarım, axırda sizinlə bölüşəcəm. Deməli, dəyərli izləyicilər, Taobao-dan sifarişlərimizi aldıq, gətirdik evə, axır ki çatdım və qutu açılımını eləyəcəm sizlərlə birlikdə. İnanıram ki, sizin üçün də maraqlı və faydalı bir video olacaqdır. Düşünürəm ki, sizin də ağlınızda belə bir suallar meydana gəlir ki, rəngi düz gəlibmi, ölçüsündə fərq varmı, yoxsa yoxdurmu, yəni səhvmi göndəriblər, düzmü göndəriblər? Bunları sizlərlə birlikdə aydınlaşdıracağıq. Özümə də çox maraqlıdır, çünki Azərbaycanda YouTube-da Taobao-dan sifarişin ilk qutu açılımını mən eləyəcəm. Xırda bir bağlama olsa da, amma ki, biz sınamış olacağıq ki, həqiqətən birincisi bizim məhsulumuz gəldi, əlimizə çatdı və nəzərinizə çatdırım ki, dəyərli izləyicilər, mənə 10 günə gəldi, çatdı bu bağlama. Düzdür, gedib gec götürdüm, amma həqiqətən də bağlama hardasa may ayının 5-i sifariş etmişdim. Məhsul da gəlib mənə təhvil məntəqəsinə, daha doğrusu ayın 15-i çatmışdı. Mənim sadəcə başım çox qarışıq oldu həmin o müddətlərdə, ona görə gedib bağlamamı götürə bilmədim. Buna görə də video gecikdi. Yəni ağlınızda belə bir suallar meydana gəlməsin ki, bağlama bir aya gəldi deyə videonu gec atdınız. Xeyr, əksinə mənim işlərim olmuşdu deyə, yəni bağlamamı həm gec götürdüm, həm də videonu gec hazırladım. İndi çox uzatmadan məhsulumuzun bir tərəfindən başlayaq kəsib açmağa. O tərəfində şəxsi məlumatlarım düşdüyü üçün o tərəfi göstərməyəcəm. Bu tərəfdən qayçı ilə açacağıq. Və özümə də həqiqətən uşaqlar çox maraqlıdır ki, məhsulumuz necə gəlib, necə bir haldadır və açacağam, materialına baxacağam və həmçinin geyinib yoxlayacağam əynimdə görünüşü necədir. Əgər xanımlar və bəylər də sifariş etmək istəyirlərsə, ən azından sifariş verməmisinizsə, bu videodan sonra artıq özünüz qərar verə biləcəksiniz. Normal belə paketləmədə gəlibdi. Temuda da bu paketləmə ilə biz qarşılaşmışıq. Belə rels şəklindədir, hansı ki açılıb bağlanan zamotov bənzər bir stildə. İlk öncə bağlamamı iyiləyəcəm. Temudakı kimi o çox belə qəribə iyi gəlmir. Konkret Temu bağlamalarımızın qutu açılımında həmişə mən plan paketlərin içinə iyiləyirəm. Aşırı dərəcədə yəni iyi gəlir. Kitay iyisi, amma bunda çox elə gəlmirdi. Yəni normal fabrika iyi gəlir. Bir daha iyiləyim.
Yəni normal aşırı dərəcədə gəlmir. Həmçinin etiketləməsi falan da var. Çox yaxşı bir şəkildə. Aha, burada Çin dilində yazılıb. Burada 100% böyük ehtimal ki, pambıq faizi burada qeyd olunub, amma ondan əlavə burada 100% pambıq dostlar. Bir dəqiqə mən sizə göstərim. Bilmirəm görəcəksiniz ya yox. Belə göstərim. Bilmirəm görürsüz ya yox. 100% koton yazıb burada. Yəqin ki, inanıram ki, görürsüz. Yəni 100% pambıqdır. Üzərində də qeyd olunub. Həmçinin etiketində də Çin dilində qeyd olunub. Yəni 100% pambıqdır. Qiyməti yadımdan çıxdı açığı. Qiyməti səhv etmirəmsə 26 manat idi, neçə idi? Belə bir şey olmalı idi. 26 manat idi, yoxsa 22 manat idi. Səhv etmirəmsə belə bir civarda olmalı idi həqiqətən. Materialına baxdıqda isə materialı biraz qalındır. Açığı yayda bilmirəm. Bəlkə də pambıq faizi çoxdur deyə belədir, yoxsa necə? Amma ki, ilkin olaraq pis deyil. Pambıq olduğunu nəzərə alsaq, həqiqətən yaxşıdır. İndi yuyulduqca su olacaqmı, rəngi qarışacaqmı? Bu kimi məsələləri yaşadıqca görəcəyik. Tikişlərinə falan baxaq. Burada tikişlərində hər hansı bir qüsur varmı, yoxsa yoxmu? Burada sadəcə tikişlərində saplar qalıb. Sapları sizlə birlikdə kəsim. Zəhləm gedir də, yəni belə bir sapların çıxmasına. Bir də minusu bu oldu. Bu sapların artıq qalması. Məncə sökülmə əlaməti deyil, yox, sökülmə deyil, sadəcə sapı sanki tikiblər, orada artıq qalıb, onu kəsməyiblər, belə bir şey. Mənim biraz takıntım var belə şeylərə. Ümumi görünüşü belədir, xanımlar və bəylər. Normal bir şəkildə göstərim. Baxın, mikrofonumu dəydim. Arxa hissəsi isə belədir. Görürsüz, inanıram ki, belə göstərim. Yəni pambıq olduğunu nəzərə alsaq, görünüşü də pis deyil, tikiliş forması da pis deyil, amma S razmerə görə çox böyükdür. Bu Kitayların razmer söhbətinlə bizimkilər biraz uyğun gəlmir. Yəni bu S razmer ola bilməz də. Bu mənə çünki şey olacaq, biraz boş olacaq. S olduğunu nəzərə alsaq, o da slim fit kimi göndəriblər, bədənə yapışan material kimi. Mən biraz arıqam deyə normal olaraq öz ölçümə uyğun geyinməliyəm. S razmerdir mənim geyindiyim ölçülər. İndi görək, mən geyinəcəm və sizin qarşınıza çıxacağam. Baxın, siz də dəyərləndirin. Dostlar, köynəyi geyindim indi. Belə deyim də sizə ilk olaraq materialı yaxşıdır. Bədəndə biraz yəni hava oynayır da baxırsan ki, həqiqətən də şey deyil, belə isti deyil də, yəni ki, yayda geyiniləcək bir materialdır. Əlavə olaraq da ki, bir dənə məsələ burasındaydı ki, bunların S razmeri belə, yəni imenli bu köynəyi nəzərdə tuturam. Yəni bu tipdə gəlib. İndi bilmirəm, əgər siz arıqsızsa, yəni mən normalda Azərbaycanda geyim alanda S razmeri alıram, normal bədənimə oturur. Bu biraz mənə böyük oldu. Siz də şəkil deyirəm, videodan görürsüz. Belə göstərim, arxalı, qabaqlı çönüm. Baxasınız yəni. İlkin olaraq mən düşünürəm ki, sifariş verəndə bundan sonra əgər sifariş versəm, XS razmerini sifariş edim ki, mənim əynimə tam otursun. Amma belə də pis deyil. Hardasa biraz aşağısından kəsdirmək olar və yaxud da ki, şalvarın içinə qoyub sonra biraz çıxardıb elə geyinmək olar düşünürəm ki. Yəni amma belə materialına gəldikdə isə həqiqətən çox bəyəndim, çox razı qaldım. Heç bir problem yox idi. Çatdırılma müddəti çox qısa bir müddətdə oldu, 10 gün müddətinə. Yəni dediyim kimi, sadəcə təhvillama müddətim biraz uzandı. Mənim özümün işlərim falan var idi. Yəni gedib götürə bilmirdim. Amma həqiqətən çox sevindim. Qara köynəyim çox elə yox idi. Qara ilə ağ rəngi sevirəm ümumiyyətcə. Ağ tişörtlərim çox idi, amma qara 2-3 dənə idi səhv etmirəmsə. Ona görə istədim ki, bu dəfə qara rəngdən istifadə eləyim məhsul alarkən və inanıram ki, siz də bəyəndiniz. Şərhlərdə mütləq öz fikirlərinizi bölüşməyi unutmayın. Fikirlərinizi bölüşün, yaraşdımı, yaraşmadımı? Şərhlərinizi və fikirlərinizi gözləyirəm. İnanıram ki, sizin üçün maraqlı bir vloq oldu. Bura kimi izlədinizsə, xüsusi təşəkkürümü bildirirəm. Gələcək videoların nə haqqında olmağını istəyirsinizsə, aşağıda şərh bölməsində mütləq qeyd eləməyi unutmayın. Özünüzə çox yaxşı baxın. Gələcək videolarda görüşənədək hələlik.